Deməli, sınaq 11 ümumi sınaq. Deməli, bizə deyir ki, Böyük Britaniyada 2019-cu il üçün əhalinin 66.310.000 nəfər olmuşdur. Yəni 66.310.000 nəfər olmuşdur. Bu ölkə üçün tərtib edilmiş yaşın istimamında əsasən doğru ifadələri müəyyən edin. Təbii artımın birinci tipi, demoqrafik keçişin isə ikinci mərhələsi. Yoldaşlar, Böyük Britaniya demoqrafik keçişin ikinci mərhələsində yox, əksinə neçənci mərhələsində? Dördüncü mərhələsi. Ona görə birinci ifadə yanlışdır. Birlər getdi. Orta ömür müddəti yüksəkdir. Fakt olaraq görsənir ki, yoldaşlar, əlbəttə ki, yüksəkdir. 100 yaşına qədər yaşayanlar var. 2. Demoqrafik keçişin üçüncü mərhələsinin başlanğıcıdır. Xeyr, yanlışdır. 3 də getdi. Əmək qabiliyyətli əhali arasında ən böyük pay 50-54 yaş aralığındadır. 50-54 yaş aralığına baxanda, bəli, burada pay daha nədir? Çoxdur. 2-4. 5-ə baxırıq. 29 yaşa qədər olan qadınların sayı kişilərin sayından daha azdır. 29 yaşa qədər olan qadınların sayı kişilərdən azdırmı? Gəlin baxaq. Bəli, qadınlar 3%, 3%, 2.9 gedir. Kişilər isə 3.2, 3.2, 3, 2.7 gedir. Bəli, azdır. 5 də doğrudur. 6-ya baxırıq. Ölkədə demoqrafik partlayış səciyyəvidir. Ölkədə demoqrafik partlayış ola bilməz. Cavab 2, 4, 5. Variant nə oldu bir də? D. Bəli. Aydın oldu. Yay gün dönümü gün üçün səciyyəvidir. Yay gün dönümü tarix 23.5 şimal enliyində günəşin zenitdə olduğu tarixdir. Bunun adı 22 nədir? İyun tarixidir. Deməli, bizə deyir ki, birincidə yay gün dönümü günü üçün səciyyəvidir. Həm şimal, həm də cənub yarımkürəsində gün orta vaxtı günəşin 66-15 dərəcədən böyük bucaq altına düşdüyü məntəqələr mövcuddur. Yoldaşlar, yay gün dönümü günü 66-15 dərəcə bucaqla günəşin minimum son düşdüyü nöqtə haradır? Ekvator, cənuba doğru baxanda. Ekvatordan cənubda olan məntəqələrdə heç 66-15-dən böyükdə düşə bilməz. Deməli, birinci ifadə nədir? Səhvdir. Bu tarixdən sonra Estoniyada gündüzün uzunluğu azalır. Bəli, bu tarixdən sonra şimalda əlbəttə ki, gündüzlər nə etməyə başlayır? Qısalmağa. 2 doğrudur. Şimal yarımkürəsində həm mülayim, həm də tropik işıqlanma qurşağında yerləşən məntəqələrdə günəş şüalarının günorta vaxtı 85 dərəcə bucaqla düşə bilər. Bəli, necə ola bilir? 90-88. 2 dərəcə, yəni 23.5-dən 2 dərəcə şimalda, 25.5 şimal olanda o düşür şimal mülayimə, çıxanda 21.5 dərəcə olanda isə o düşür tropik işıqlanma qurşağına. 3 də düzdür. 2-3. Sonra 2-3-dən sonra baxırıq digər variantlara. Deyir ki, Aralıq dənizi iqlim tipinin yayıldığı bütün ərazilərdə tropik hava kütlələri hakim olur. Yoldaşlar, bütün iqlim tipinin yayıldığı ərazi, cənubda isə tropik olmur. Cənubda Aralıq dənizi yayılan yerlərdə qış olduğu üçün nə iqlim tipi hakim olur? Mülayim hava kütlələri. Deməli, bu ifadə səhvdir. Şimal yarımkürəsində orta aylıq temperatur maksimum olur. Yoldaşlar, şimal yarımkürəsi orta aylıq temperatur maksimum olduğu hal iyun ayı deyil. Nə hansı aydı? İyul ayı. Qurunun qızması gecikdiyi üçün. Yanlışdır. Günəş 3 materikdə və 3 okean üzərində zenitdə ola bilər. 3 materik dediyimiz şimal tropik xətti üzərində kəsişən Şimali Amerika, Afrika və Avrasiya. 3 okean dediyimiz hissə isə Sakit, Hind və Atlantik okeanıdır. Cavabımız 2-3-6 variantımız nə variantıdır? A variantı. Tapşırıq aydındanmı? 3. Doğru ifadələri müəyyən edin. 1/200.000. 1/200.000 orta miqyaslı xəritə tərtib edilir. Doğrudur. 200.000-dən 1 milyona qədər nə olurdu? Daha doğrusu 250.000, bəli. Bu orta miqyası idi. 1 düzdür. 1 bölünsün 2.400.000 şimal yarımkürəsindəki 38-42-ci paralellər arası ən qısa məsafə. 38 ilə 42 arası məsafəni tapmaq üçün 42-dən 38-i çıxırıq. Neçə elədi? 4. Vururuq 111-ə nə qədər elədi? 444. 444-ü bölürük neçəyə? 18 tam 10/5-ə. Düzdür yoldaşlar? 444-ü 18 10/5-ə böləndə nə eləyir? Deməli, 444 böl 18 10/5. Cavab 24. 24-ün də yanında 5-dən 0 yazacaq yoldaşlar. Nə olacaq? Əlbəttə ki, 2 milyon. bəli, 2.400.000. Deməli, ifadə doğrudur. 1, 2 doğru oldu. 3-ə baxırıq. 1/20 milyon kiçik miqyaslı qlobus tərtib etmək üçün məqsəd kiçik miqyaslı qlobus 1/83 milyon idi. Bu ifadə yanlışdır. 1/15 milyon daha dəqiq hesablama işləri aparmaq mümkün. Daha dəqiq böyük miqyaslıdır. 1/10.000-dən 200.000-ə qədər yanlışdır. 1/600 yalnız plan tərtib edilir. Bəli, yoldaşlar 1, 2, 5. 1/50 milyonda topoqrafik xəritə həyatı ola bilməz. Topoqrafik xəritə böyük miqyaslı xəritələrdir. Cavab 1, 2, 5. Variantımız B bəndi. Aydın oldu 3-cü sual. Bəli, icmal desə düz olardı. Doğru olmayan ifadələri müəyyən edin. Doğru olmayan ifadələri müəyyən. Cavan platformalarda güclü zəlzələ baş verə bilməz. Platformalarda zəlzələlər zəif olur. 1. Drakon, yəni əjdaha və Kunlun dağları Kaledon elçisinin dağ əmələ gəlmə mərhələsində yaranıb. Bu ifadə doğru deyil. Kunlun Kimmeri qırışıqlığıdır. Ona görə də olmaz. Deməli səhvdir. 1, 2. Skandinav və Vant dağlarında zəngin filiz ehtiyatları var. Birində mis, birində dəmir filizi. Doğrudur.
Paleozoy erasında davam etmə müddəti Mezozoy erasında davam etmə müddətindən daha çoxdur. Doğrudur. 345-170 milyon il. Paleozoyda Pangeya qurusu parçalanmışdır. Pangeya qurusunun parçalanması Paleozoya təsadüf edir. Doğrudur. Lavraziya və Gondvanaya bölünür. Paleozoy erasında Pantalas okeanı sahəsinin yalnız azalması yox, həm azalması, həm də artması müşahidə olunmuşdur. Cavabımız 1, 2, 6 variantımız C variantı hesab olundu. Yoldaşlar, sual nömrə 5. 5-də bizə nə deyir? Xəritə sxemə əsasən doğru ifadələri müəyyən edin. Hansı ifadələri? Doğru. 1 və 5, yəni bizə verilmiş Talış silsəsi və müvafiq olaraq Zəngəzur silsəsi. 1 və 5-ci məntəqələrdə Mezozoy yox. Kaynozoy erasına aid olan paleogen çöküntülərdir. Kaynozoyun da çöküntüləri paleogen. 1 yanlışdır. 2-yə baxırıq. 3 və 4. 4-cü, yayılan suxurlar paleozoy yaşlıdır. Uşaqlar, paleozoy suxurlar Azərbaycanda yayılıb ancaq 2 yerdə. Tovuzda, Zəyəmçay, Sikçay, bir də Dərəliyər, Sikçay, Sədrək qalxmasında. Yanlışdır. 1 ilə 2-ni yanlış kimi atanda cavab avtomatik çıxır. Nə variantı? D variantı. Digərlərini izah eləyək. 3, 2 və 6. Yerlərinə baxırsınız 2 ilə 6-ya. Bu məntəqələrdə yayılan suxurlar Kaynozoy erasına aiddir. Bəli, biri 4-cü dövr, biri də Neogen dövrü. Bu ifadə doğrudur. 3 və 6, 3 və 6. Bu məntəqələrdə psevdovulkanlara rast gəlinir. 6-da psevdovulkan yox mövcud deyil. Yalançı vulkan, palçı vulkanı yoxdur da. 1 və 5. 1 ilə 5. Məntəqələr eyni tektonik zonadadır. Bəli, Kiçik Qafqaz tektonik qalxmasıdır. Doğrudur. 6-ya baxırıq. 3-cü məntəqədə Təbaşir, 3-ə baxırıq. 3 yoldaşlar, bəli, Təbaşir. 4-cü məntəqədə də Yura daha yüksək olduğu üçün bu da doğru fikirdir. 3, 5, 6 variantımız nə oldu? D variantı, bəli. 4 niyə olmadı? 4 niyə olmadı dedim. 3 və 6 məntəqə psevdovulkanlar, palçıq vulkanlarının 6-da nə işi var? Palçıq vulkanları Xəzərin şelfi, Abşeron, Qobustan və müvafiq olaraq Cənub-Şərqi Şirvandadır. 6. Doğru ifadələri müəyyən elə. 6-da bizə nə deyir? 6-da bizə deyir ki, doğru ifadələri müəyyən edin. Ural dağları, səciyyəvi əlaməti həm şərqində, həm də qərbində eyni iqlim tipində vilayətində rast gəlinir. Yanlışdır. Qərbi mülayim kontinental, şərqi kəskin kontinentaldır. Ona görə də bir o doğru cavab ola bilməz. Birlər getdi. Sonra Appalaç, Hertzin və Alp dağımalı gəlmə mərhələsində yaranıb səhvdir. Appalaç Hertzindədir. Alpda bunun heç bir işi yoxdur. 2-lər ola bilməz. Cavab avtomatik nə qaldı? 3, 5, 6 A bəndi. Bu tipli testlərin cavabı çox rahat çıxır. Böyük Xinqan Tianşan dağları ilə müqayisədə günəş daha tez çıxır. Bəli, çünki Böyük Xinqan daha şərqdədir. 3 doğrudur. Altay yalnız Rusiyada səhvdir. Altay Qazaxıstan, Rusiya və Monqolistan ərazisidir. Yaxşı. Atlas 2 və daha çox ölkə ərazisində yerləşir. Mərakeş, Əlcəzair, Tunis. Pamir ən hündür zirvəsinin mütləq hündürlüyü Ant dağlarının ən hündür zirvəsinin mütləq hündürlüyünə daha çoxdur. Bəli. Pamir dağlarında biz deyəcəyik yoldaşlar Trismir zirvəsi 7 metr. Bəli. Eyni zamanda Ant dağları Aconcagua 6960. Cavab 3, 5, 6 variant nə variantı? A. 7-yə baxırıq. 7-də bizə deyir ki, Zəngəzur silsəsi ilə yan silsənin oxşar xüsusiyyətləri müəyyən edin. Tektonik qalxmada yerləşirlər. Biri Böyük Qafqaz, biri Kiçik Qafqaz. Bir doğrudur. Filiz mənşəli faydalı qazıntılar yan silsilədə yoxdur. Soyuq iqlim tipinə rast gəlinir, hər ikisində var. Birində yay quraq keçən soyuq, birində də qışı quraq keçən soyuq. Mezozoy yaşlı suxurlar yoldaşlar Zəngəzurda yoxdur. Orada paleogen çöküntülərdir. İntensiv parçalanmış, qırışıq qaymalı nival buzlaq relyef formaları ikisində də var. Birində Şahdağ zirvəsində, birində də Qapıcıq zirvəsində. Cavab 1, 3, 5 variant Y variantı. 7-ci sualın cavabı nə oldu yoldaşlar? Y. Xarici ölkə ilə sərhəd boyu uzanır, yan silsilə sərhəddə deyil. Baş Qafqaz və Sudur sərhəddir, yan silsilə sərhəd deyil. Temperatur 30 Selsi 1 metr kub havanın nisbi rütubət neçə faiz edir? 45. Biz bilirik ki, maksimum neçə qram ola bilərdi şeydə? 30 qram. Bizə sualda havanın doyma həddinə çatması üçün çatışmayan su buxarını soruşur. Mövcud olan 45-dirsə, çatışmayan neçə faizdir? 55. Biz yazacağıq 30 qram 100 faiz. X neçə faiz? 55 faiz. X də bərabərdir nəyə yoldaşlar? 16, 15'e. Variantımız nə variantı? Y variantı 8-də. 9-a baxırıq. Mülayim iqlim qurşağının dəniz vilayətində yerləşən coğrafi obyektlər. Uşaqlar, mülayim dəniz deyəndə Saxalin olmaz, Saxalin mülayimin mussonudur. Alyaska yarımadası olar 1, iddiası 2. Hava adaları olmaz, rütubətli tropikdir. Yeni Zelandiyanın cənubu olar 4. Bretan yarımadası 5. Yoldaşlar, Hokkaido adası olmaz, Hokkaido bilirsiniz mülayimin mussonudur. Cavab 2, 4, 5 variant nə variant oldu? Y 9-da. Ona baxırıq. Onda bilirsiniz 1402 mm yağıntı haraydı? Lənkəran, bəli, Lənkəran.
247 mm araydı Bakı. 1036 mm araydı yoldaşlar Zaqatala və sonuncu 571 araydı Quba. İndi xüsusiyyətlərə baxaq. Bizə sualda deyir ki, bağlı doğru ifadələr. 4-cü diaqram, yəni Quba. Dağ tundra iqlim tipinə aid olan məntəqələr üçün xarakterli səhvdir. Yağıntıları bərabər paylanan mülayim istidir. 1 getdi. 3-cüyə baxırıq. Zaqatala. Diaqramın aid olduğu iqlim yarım tipinə Qubadlı və Tovuz inzibati rayonlarında rast gəlinir. Yoldaşlar, qışı quraq keçən mülayim isti bu rayonlarda var. Böyük Kiçik Qafqazın dağ ətəyi var, qismən orta dağlığı. 3-ə baxırıq. 2-ci diaqram Bakı. Aid olduğu iqlim yarım tipi Şəmkir Axstava inzibati rayonunda rast gəlinir. Bəli, düzən rayonlar, kür boyu, qışı mülayim keçən yarım səhra, quru çöl. 2-3. 4-ə baxırıq. Bu diaqramlardan biri yağıntıları bərabər paylanan mülayim isti iqlim yarım tipinə aiddir. Yoldaşlar, bu diaqramlardan biri yağıntıları və mülayim isti iqlim yarım tipinə aiddir. Niyə? Bu ifadə doğrudur da. Hə? Hansı ikisi? Quba ilə Lənkəran. Quba ilə Lənkəran. Lənkəranda yayı quraq keçən mülayim istidir. Yağıntıları bərabər paylanan mülayim isti deyil. Burada biri aiddir. Bu da əslində doğrudur. Birinci diaqrama baxırıq. Birinci diaqramın aid olduğu iqlim yarım tipində Böyük Qafqaz təbii vilayətinə rast gəlinir. Birinci diaqramın aid olduğu iqlim tipinə, bəli, yoldaşlar, yayı quraq keçən mülayim istiyə Böyük Qafqazda rast gəlinir. Böyük Qafqazda rast gəlinir. Doğrudur. Böyük Qafqazın cənub-şərqi. Deməli, 2, 3, 4, 5 doğru cavabdır. Baxırıq nəyə? Növbəti 6-cı fikrə nəzər yetirin. 6-da bizə nə deyir? 6-da bizə deyir ki, birinci diaqramın aid olduğu iqlim yarım tipi, yəni yayı quraq keçən mülayim isti iqlim tipinin rast gəlindiyi bütün ərazilərdə bizə deyir ki, sitrus meyvəsi inkişaf etmişdir. Xeyr, rast gəlindiyi bütün ərazilərdə yox. Məsələn, Böyük Qafqazın cənub-şərq və Kiçik Qafqazın cənub-şərqində mövcud deyil. 1 və 6-nı səhv ifadə kimi çıxanda cavab nə qalır yoldaşlar? Baxın. Variant qalır. Nə variantı? Y variantı. Sual aydındır. Yoldaşlar, 10-cu sual Y. 11-ə baxırıq. 11-də bizə verilmiş ərazilərə diqqətlə baxsaq, bizə 1-də verilmiş ərazi haradır? Baltik dənizi, düzdür? Baltik dənizi. 2-də verilmiş ərazi bizdə haradır yoldaşlar? Ədən körfəzi. 3-də verilmiş ərazi, diqqətlə fikir versəz, haradır yoldaşlar? Hudzon körfəzi. 4-də verilmiş ərazi haradır? Malakka boğazı. 5-də verilmiş ərazi haradır? Kaliforniya körfəzi, bəli. Doğru cavabımız oldu. Nə variantı? D variantı. Baltik, Ədən, Hudzon, Malakka, Kaliforniya. Doğrudur. 11-in cavabı oldu D. 12-ci suala nəzər yetiririk. 12-də bizə nə deyir? Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən elə. Yukon çayı, Amur çayı. Yukon çayı bilirsiniz, Kanadadan gəlir, ABC-ın Alyaska ştatı Beringdən Sakit okeana tökülür. Amur çayı Rusiya və Çinlə ərazisi ilə axır və sərhədlə axaraq tökülür Oxot dənizinə. Sakit okeana. Sakit okean su toplayıcı hövzəsi ortaq cəhətdir. 3-ə nə yazacaqsınız? 1. Mənsəbinin yerləşdiyi ölkə federativ inzibati ərazi quruluşunun hər ikisi də ortaq cəhətdir. Həm ABŞ, həm də Rusiya. 1-2 ortaq getdimi? Qidalanmasa musson yağışları Amurdur. Olacaq 3. Getdi 2-yə. Mənsəbinin yerləşdiyi dəniz 3 yarımkürədə yerləşir. Yoldaşlar, Bering dənizi 3 yarımkürədə, çünki nə ilə kəsişir? 180-cı meridianla. 4. Mənsəbinin yerləşdiyi ölkədə tropik rütubətli iqlim tipinə rast gəlinir. Əlbəttə ki, mənsəbinin yerləşdiyi ölkə ABŞ, ABŞ-da da rütubətli tropik var, Floridanın cənubu. Olacaq 4, 1-ə 1, 4 ilə 5. Və son olaraq bizə deyir ki, ərazisində axdığı ölkələrdən biri sosialist ölkədir. Sosialist ölkədə bilirsiniz, bugünkü gün haradır? Çin, Rusiya, bəli. Olacaq 6. Yoldaşlar 4, 5, 3, 6, 1, 2. Doğru cavab A bəndi. 12-ci sualda. 13-ə baxırıq. Maralgöl, Batabat gölləri oxşar və fərqli cəhətləri müəyyən edin. Uşaqlar, Maralgöl, Batabat. Oxşar cəhətlər və fərqli cəhətlər. Birincisi biz bilirik ki, hər ikisi nə mənşəlidir? Uçqun bənd mənşəlidir. Ortaq cəhət nə oldu? 1. Qışı quraq keçən soyuq iqlim tipində yerləşən olacaq hansı? Əlbəttə ki, xeyr. Qışı quraq keçən deyəndə Maralgöl. Batabat yayı quraq keçən soyuqdadır. Çünki Naxçıvanda qışı quraq keçən soyuq yoxdur. Bu necə cəhətdir? Fərqli. 2. Kiçik Qafqaz tektonik qalxması bu oxşar cəhətdir. İkisi də qalxmadadır. 3. Ortaq cəhət oldu. Sonra yerləşdiyi inzibati rayon xarici ölkə ilə həmsərhəddir. Biri yerləşir müvafiq olaraq harda? Göygöl rayonunda. Biri də yerləşir harda? Batabatda Şahbuz rayonunda. Şahbuz sərhəddə, amma Göygöl sərhəd deyil. Deməli necə cəhətdir? Fərqli. Ətrafında dağçaman landşaftları yayılıb bu oxşar cəhətdir. 5. Ərazidə Yura yaşlı suxurlar. Yura Maralgöldə var. Yoldaşlar, Batabatda Yura ola bilməz.
Ona görə də cavab oldu 1, 3, 5, 2, 4, 6. Variantımız nə bəndi? D bəndi. Bu qəşəng sualdır. 14. Doğru fikirləri müəyyən elə. Biogen mərhələdə coğrafi təbəqənin bizə deyir ki, coğrafi təbəqənin inkişafı ən uzun davam edən mərhələsidir. Yoldaşlar, biogen yox, ən uzun davam edən mərhələ biogenə qədərki mərhələdir. Bütün kriptozoya önünə əhatə edir. Çünki kriptozoy davam eləmişdi 3.5-4 milyarda yaxın, amma fanerozoy 580 milyon il. Sonra Qazaxıstan, Kanada, Çin ərazisində çöl və meşə çöl təbii zonalarına rast gəlinir. Bu ifadə doğrudur. Yoldaşlar, prerilər, steplər 2 düzdür. Sonra 3-ə baxırıq. Dağ yamacında yerləşən meşələrin qırılmasından sonra ərazidə baş verən proses coğrafi təbəqənin bütövlülüyünün pozulmasıdır. Bəli, sən bir komponentə ziyan vurmaqla ərazidə bütün komponentləri pozmuş olursan. 2-3. Braziliya ərazisində həmişəyaşıl rütubətli ekvatorial meşələr var. Sahilində isti cərəyan keçdiyi üçün dəyişən rütubətli meşələr var. Yaylasında savanna seyrək meşələr təbii zonası var. Doğru ifadədir. Avstraliya və Afrika materiklərinin şimal sahillərində codyarpaqlı meşə və kolluqlar təbii zonası rast gəlinir. Avstraliyanın şimalında yox, cənub-qərbi və cənub-şərqində var. Yanlışdır. Azonal amillərə relyef suxur olsa da torpaq işləri korlayır. Torpaq zonal amildir. Relyef, suxur və yeraltı sular da azonal amillər. Başa düşdünüz yoldaşlar? Ona görə də doğru ifadələrimiz oldu. C variantı 2, 3, 4. Sual aydındır. 15. Cədvələ əsasən uyğun olmayan ifadələr nə deməkdir? Doğru tərəfdə yanlış, yanlış tərəfdə nə seçilməlidir? Doğru. İndi gəlin baxaq. Ağgöl Milli Parkı Mil düzündə yerləşir və su quşları qorunur. Bu ifadə nədir? Əlbəttə ki, doğrudur. Sonra Korçay qoruğu və Hirkan Milli Parkı eyni tektonik zonada ola bilməzlər. Biri Kiçik Qafqaz qalxmasındadır, biri Kür tektonik çökməsində. Bu yanlışdır. Doğru tərəfdə yanlış. İkini seçdiyi yoldaşlar. Sonra Göygöl Milli Parkı Murovdağın şimal yamacındadır. Bu ifadə doğrudur, ona görə götürə bilməzsiniz. Yanlış tərəfdə isə doğru seçməliyik. Altağaz Milli Parkının bir hissəsi Xəzər dənizinin sahilində yerləşir. Yoldaşlar, bu ifadə təbii ki, yanlış ifadədir. Altağaz bilirsiniz, dağlıq hissədir, Xızı və Siyəzəndədir. Yanlış ifadə yanlış tərəfdə problem deyil. Qızılağaz Milli Parkının ərazisində qışı mülayim keçən yarımsərə quru çöl iqlim tipi müşahidə edilir. Bəli, doğrudur ki, bu ifadə doğru ifadədir, amma yanlış tərəfdədir. Deməli, 5-i götürürük. 6-ya baxırıq. Kiçik Qafqaz tektonik qalxma zonasında dağ kisorofit bitkilər yayılmışdır. İfadə doğrudur, amma yanlış tərəfdədir. Cavab 2, 5, 6 variant nə variantı? A variantı. Tapşırıq aydındır. Sonra 15. Yoldaşlar, sizlər bilirsiniz ki, Rusiya Şərqi və Qərbi Avropaya böyük miqdarda nə ixrac edirdi? Təbii qaz. Onsuz da bunun xəritədə şəkli də var idi. Doğru cavabımız nə variant oldu 16-da? B variantı. 17-ci suala baxırıq yoldaşlar. Sual belədir. Cədvələ əsasən doğru olmayan ifadələri seçmək lazımdır. Doğru olmayan ifadələr. Fiziki rayon və səciyyəvi element. Araz boyu. Cəyən incə əramini əhatə edən. Bir hissəsi Qarabağ iqtisadi rayonun ərazisindən uyğun gəlir. Bəli, bir hissəsi dedikdə Cəbrayıl və Füzuli rayonlarının bir hissəsini əhatə edir. Ona görə də bu ifadə doğrudur. Qarabağ Füzuli rayonunun bir hissəsini əhatə edir. Qonaqkənd. Qonur Qəhvəyi dağ meşə torpaqlarına rast gəlinir. Bəli, dağlıq fiziki rayonumuzdur, rast gəlinir. Doğrudur. Həkəri. Gəncə fiziki rayonu ilə həmsərhəddir. Bildiyiniz kimi yoldaşlar, Həkəri ilə Gəncə həmsərhəd ola bilmir. Çünki Qarabağ dağları Şərqi Zəngəzur silsiləsinə qədər neynir? Uzanır. 3. Ceyrançöl Acınoğur. 600 metrdən daha çox mütləq hündürlüyə malik relyef vahidi mövcuddur. Bəli, Çobandağ zirvəsi 890 metr. Ona görə də bu ifadə doğrudur. Götürmürük. Kür Araz mərkəzi aran. Kür çayının yalnız sağ sahili əraziləri əhatə edir. Yoldaşlar, həm sağ, həm də sol sahilləri əhatə edir. Yalnız sağ sahili doğru deyil. Cavab 3-5 variant nə variantı? C 17-də. 18-ə baxırıq. Cədvələ əsasən doğru olanları müəyyən edin deyir. Doğru olanlar. Deməli, Avrasiya, tektonik, vulkanik və buzlaq mənşəli göllərə rast gəlinir. Təbii ki, var burada. Tektonik göllərə nümunə Baykal, buzlaq mənşəli göllərə Ladoqa, Onega, vulkanik mənşəli gölləri isə məsələn biz deyə bilərik, tutaq ki, Kamçatka yarımadasında. Aydın oldu yoldaşlar. Bir düzdür. Sonra 2-yə baxırıq. Elə Azərbaycandakı şey də deyə bilərsiniz də. Qaragölü də deyə bilərsiniz. 2-yə baxırıq. Bizə deyir ki, 2-ci sualda. Afrika 2 işıqlanma qurşağında səhvdir. Afrika şimal mülayim, tropik və cənub mülayim işıqlanma qurşaqlarında 3 işıqlanma qurşağındadır. 3-ə baxırıq. Şimali Amerika 18-ci saat orta meridianı ilə kəsişir. Yoldaşlar, 18-in orta meridianı tapmaqdan ötəri 24-dən 18-i çıxdınız neçə elədir? Hə?
6. Düzdürmü? 6'nı vurdunuz 15'e yoldaşlar neçə elədi? 90 qərb uzunluğu. Xəritəyə diqqətlə baxsanız 90 qərb uzunluğu ilə kəskin məntəqə mövcuddur burada. 3. 4-ə baxırıq. Cənubi Amerika bütün gölləri laqum mənşəli. Əlbəttə səhvdir. Laqum mənşəli deyil. Maracaibo laqumdur. Yerdə qalanlar isə nədir? Tektonik göllərdir. 5-ə baxırıq. Antarktida. Hətta Patus gölü var orada məsələn laqumdur. Amma deyək ki Titicaca gölü laqum mənşəli deyil. Antarktida çox hissəsində gecə-gündüzün adi növbələşməsi pozulur. Bəli, yoldaşlar, Antarktidanın çox hissəsində gecə və gündüzün adi növbələşməsi pozulur. Bu ifadə necə ifadədir? Təbii ki, doğru ifadədir. Düzdür yoldaşlar? Antarktidanın çox hissəsində gecə və gündüzün adi növbələşməsi çox hissəsində gecə və gündüzün adi növbələşməsi. Bu ifadə düzdür də, niyə səhvdir ki? Avstraliya baxaq. Avstraliyada zodiapak meşə kolluqları təbii zonasına rast gəlinir. Bəli, bu ifadə də doğrudur. Deməli, bizdə Antarktidada çox hissəsində gecə və gündüzün adi növbələşməsi pozulur. Səhv oxuyuram. Çox kiçik hissədə yox, əksinə, tərsinə çox nə olmalıdır? Böyük hissə olmalıdır. Bəli, çox böyük hissədə. Ona görə də yoldaşlar 5 nədir? Səhvdir. Cavab nə oldu? 1, 3, 6. Variant nə variantı? D variantı. Yaxşımı? 19-a baxırıq. Xəritə sxemdə verilən ölkələrin adları. Uşaqlar, bir ara adamımız bilirik. Beliz. 2 aradır. Guatemala. 3 aradır. Yox. 3 Hondurasdır. Yoldaşlar 4 yox. 4 Salvadordur. Salvador. 5 Nikaraguadır. Nikaragua. 6 Costa Rica. Doğru cavab. Deməli, Beliz, Guatemala, Honduras, Salvador, Nikaragua, Costa Rica. A variantı. 19'da cavab nə oldu yoldaşlar? A. 20. Altay dil ailəsinə mənsub olmayan xalqların məskunlaşdığı inzibati rayonları müəyyən elə. Yoldaşlar, Altay dil ailəsinə mənsub olmayan xalqlar, yəni digər xalqlarda qarışıq. Qusarda var da bilirsiniz. Düzdür? Mənsub olmayan xalqların məskunlaşdığı inzibati. Qusarda var bilirsiniz. Nə olacaq? Əlbəttə ki, ləzgilər var, bəli, 1. Eyni zamanda Zaqatalada avarlar, saxurlar var. Və bir də 6. Astarada da kimlər var? Talışlar. 1, 3, 6 variant nə variantı? Y. Onlar Hind-Avropa dil ailəsidir. Aydındır mı? Axıska türkləri Altay dil ailəsidir. Altay deyirlər. 21. Xəritə sxemdə verilmiş türk dövlətlərinə aid xüsusiyyətləri müəyyəndir. Bu dövlətin Xəzər dənizinə çıxışı var. Söhbət hardan gedir? Türkmənistan. Hardan getdi? Türkmənistan. İndi baxın 21-də bizə nə deyir? Deyir ki, kanallar vasitəsilə dünya okeanına çıxışı var. Bəli, bizi kimidir də Xəzər üzərindən Volqa-Don, Volqa-Baltik. 1 doğrudur. 3 türk dövləti ilə quru sərhədinə malikdir. 3 türk dövləti yox. Təbii ki, bir dəqiqə üzr istəyirəm, 2 quru dövləti. Çünki orada belə deyək də Özbəkistan imkan vermir o Qırğızstanla sərhəd olsun. Türkmənistan özü Qazaxıstan və kimlə sərhəddir? Özbəkistanla. Quru subtropik bitkilər üçün əlverişli şəraitə malikdir. Bəli, bu doğrudur. Çünki quraq yerlərdir. Əhalinin əksəriyyəti türk dil qrupunun Qıpçaq qolu deyil. Yoldaşlar, Türkmənistanlılar Oğuz dil qrupudur. Nə dil qrupudur? Oğuz. Paytaxtı ölkənin cənubunda yerləşir. Bəli, doğrudur. Aşqabad. Ərazisi bütün ölkədə mülayim iqlim uşağı səhvdir. Cavab 1, 3, 5 variant nə oldu? A. Subtropikdir də. Bütövlükdə deyə bilməzsən. Cənub hissələri subtropik deyilmi? 1, 3, 5 variant oldu 21'də nə? A. 22. Elmi tədqiqat işlərinə qoyulan investisiyalar həcminə görə fərqlənən ölkə. Uşaqlar, bunlar necə ölkələrdir? İnkişaf etmiş və potensialı həddən artıq necə ölkələr? Güclü ölkələr. Daha çox pul qoya bilənlər. Baxın yoldaşlar, biz A-da məsələn Türkiyəyə görə, B-də məsələn Misirə görə, C-də məsələn belə deyək, Venezuelaya görə, D-də məsələn Kongoya görə atanda bizim əsas ölkələrimiz nə qalır? ABŞ, Yaponiya, Almaniya, İsrail, Çin, Hindistan. Variant nə variantı? Y variantı. Aydın oldu 22-ci sual. 23'ə baxırıq. 23'də bizə deyir ki, mənbəyi ilə mənsəb arasında atmosfer təzyiqi fərqi 222 mm civə sütunu. Biz birbaşa 222-ni ona vursaq, tapırıq düşməni. Nə qədər elədi? Düşmə 2220-dir. Meyillilik də var. Düstur bərabərlikdə M bərabər D böl nə? L. Düşmə və meyillilik var. Uzunluğu tapmaq üçün düşməni biz bölərik 2200-ü. 2220-ni daha doğrusu 2,4-ə. Nə qədər eləyir? 925 metr. Və bizə deyir ki, həmən 925 kilometri tapandan sonra 1 bölünsün
1.850.000 olan miqyaslı çayın uzunluğunu soruşur. 5-0 siləndə gözəl yoldaşları qalır 18.5. 925 böl 18.5. Cavab nə elədi? 50. Cavab elədi 50, qutardı 7. Deməli neçə santimetr yoldaşlar? 50 santimetr ola bilər. İnkişaf etmiş ölkələrin ərazisində mövzu agrar rayonlar. Agrar rayonlar biz bilirdik. İtaliyanın cənubudur 1. ABŞ-ın Alyaskası yeni mənimsənilən rayonda olmaz. İspaniyanın mərkəzi 3. AFR-də Saro vizəsi yoldaşlar köhnə sənaye rayonudur. ABŞ-da Kaliforniya yeni sənaye rayonudur. Cavab nə oldu bala? 1 ilə 3 qutardı 7. Bu neçənci sual oldu? 24. 25'e baxırıq. 25'te verilən ölkə Cook boğazından tutursuz ki, yeni haradır? Zelandiya. İnkişaf etmiş ölkələr qrupuna daxildir, bir doğrudur. Sahili iki okean suyu səhvdir, bütövlükdə sakit okeandadır. Federativ inzibati ərazi quruluşu səhvdir yoldaşlar, orada federativ deyil bu, unitardır. Südlük və südlük istiqamətli heyvandarlıq doğrudur. Əmək qabiliyyətli ahanın əsas hissəsi iqtisadiyyatın 3-cü sektoru, bəli, inkişaf etmiş ölkədir və 3-cü sektor xidmət sferasında çalışır. Cavablar nə oldu? 1, 4, 6 yoxdur burada, 5. 1, 4 neçə? 5. 26'ya baxırıq yoldaşlar. Külək enerjisini istifadə üçün daha əlverişli perspektiv olan, malik olan inzibati rayonları müəyyən edin. Azərbaycanda küləkli saatların miqdarı daha çoxdur. Sədərək, eyni zamanda biz deyəcəyik Kəlbəcər bölgəsi, bir də əlbəttə ki Ağstafa rayonunda. Hansı rayonda? Ağstafada. Yoldaşlar, bunlarda küləkli saatların miqdarı nisbətən azdır. Aydın oldu? Bəli, azdır. Sonra cavabımız nə oldu bala? 26'da 3, 4, 6, 3, 4, 6. 27. Qarabağ İqtisadi rayonu Quba Xaçmaz və Şəki-Zaqatala. İki ölkə ilə həmsərhəddir. İki ölkə ilə həmsərhəd söhbəti Şəki-Zaqataladır, bilirsiniz. Şimal tərəfdən Rusiya, şimal-qərb tərəfdən də harda? Gürcüstanla. İçə nə yazdınız? A. Turşsu və Şırlan mineral bulaqları Şuşadadır və bu da olacaq Qarabağda. Birə nə yazdınız? B. Tumlu meyvəçilik alma və armudlu Quba Xaçmazdadır. C. Ələt Sulfa dəmir yol xətti keçir. Ələt Sulfa dəmir yol xətti Quba Xaçmazdan keçə bilməz. Ələt Sulfa dəmir yol xətti Şəki-Zaqataldan keçə bilməz. Ancaq Ələt Sulfa Füzuli rayon ərazisindən Qarabağdan keçir. Yazacaqsınız. Birə nə? D. Və son olaraq filiz faydalı qazıntı yataqları mövcud deyil. Filiz mövcud deyil Quba Xaçmazda. Yəni 2-yə Y. Ay müəllim, Qarabağda nə var desəniz, polimetal var. Ay müəllim, Şəki-Zaqatalada nə var desəniz, orada da polimetal var. Cavab 1 BD, 2 CY, 3 nə oldu? A. Keçdik sonra. Bizə sualda deyir ki, A ölkəsi ərazisi 2 və daha artıq iqlim qurşağında yerləşir. 3 yarımkürədə yerləşən materikə, 3 yarımkürədə yerləşən materikə aid olan bu ölkə 3 yarımkürədə yerləşən materiklər hesab olunur. Cənubi Amerika, Avrasiya və bir də Antarktida. Roman dil qrupuna aiddir. Roman dil qrupu deyəndə ya İspan və ya Portugal dillidir. Bu aid ölkə aid olduğu materikdə əhalinin sayına və ərazisinin böyüklüyünə görə birincidir. Yoldaşlar, bu haradır? Əlbəttə ki Braziliyadır. İndi deyəcəksiniz mən niyə Rusiya yox? Çünki yoldaşlar Rusiya Roman deyil, Slavyandır. Başa düşdünüz? Burada ölkə hara oldu? Braziliya. Sualda deyir ki A ölkəsinin inzibati quruluşu. İnzibati quruluşu bilirsiniz ki nə olacaq? Federativ. Bəli, federativ. İkinci, A ölkəsinin idarə etməsi olacaq respublika. Yoldaşlar bildiyiniz kimi respublikadır. A ölkəsinin yerləşdiyi iqlim qurşaqları. Bildiyiniz kimi o yerləşir ekvatorial. Bəli, ekvatorial. Cənubda subekvatorial, subekvatorial, tropik. Bir də yoldaşlar ən cənub hissələri nədir? Subtropik. Aydın oldu? Belə. A ölkəsinin aid olan xüsusiyyətləri cədvəldə yaz. A ölkəsi ilə həmsərhəd olan ölkələr. Yoldaşlar, Cənubi Amerikada həmsərhəd olmayan konkret Ekvador, Çili istisna qalan hamısı. Yaza bilərsən bura müvafiq olaraq Bolivya, hamısını sayıram da belə deyək. Şimaldan belə saat əqrəbi istiqamətində getsək, Venezueladan başa, Venezuela, Guyana, Surinam, Fransanın mülkiyyətində olan Guyana, ondan sonra məsələn deyə bilərsən Uruguay, Paraguay, ondan sonra məsələn Argentina, Argentinadan sonra deyə bilərsən Bolivya, onlardan sonra deyə bilərsən Peru və Kolumbiya. Peru bir də hara? Kolumbiya. Bir dənə Ekvadorla Çili ilə sərhəd deyil. A ölkəsinin sahillərini yuyan okean, A ölkəsinin sahillərini yuyan okean? Atlantik, bəli, Atlantik. Sonra, mətnin əsasən cədvəli tamamla. A ölkəsinin əhalisinin təbii artım tipi. Yoldaşlar, burada təbii artım tipi bildiyimiz kimi neçənci tipdir?
İkinci tipdir. Latin Amerikası ölkəsi olduğu üçün. A ölkəsi həyatı demoqrafik siyasətin istiqaməti. Uşaqlar, bunlarda siyasət təbii artımın nə yolundadır? Azaldılması. Niyə? Ölkə, bəli, ikinci tipdir. Sürətli artır, bu da problem yaradır. Demoqrafik partlayış. Aydın oldu? Vəssalam.